Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in. Onun zöhdü təqvasında nə ölçü var, nə bir meyar. Onun zöhdü təqvasında nə ölçü var, nə bir meyar. Vüqarlıdır əzəməti, aydın olur duhasından. O əskəri ləqəbi ilə məhşur olmuş, buna söz yox. O əskəri ləqəbi ilə məhşur olmuş, buna söz yox. Ancaq bütün gözəl adlar eşidilir sədasında. Onun üçündür gözəl adlar işarət eyləyəndə həq vəsf eyləmiş məsumları həqiqət var nidasında. Vəsf eyləmiş məsumları həqiqət var nidasında. Salam əziz və dəyərli Hacı TV kanalının izləyiciləri. Bu gözəl və əzəmətli gün münasibəti ilə hər birinizi təbrik edirik. Bildiyiniz kimi bugün İmamət səmasının 11-ci ulduzu İmam Həsən Əskəri əleyhissalamın mövlud günüdür. Bu gözəl gün münasibəti ilə başda ağamız, Mövlamız İmam Zaman Əcəlallahu Teala fərəcəhu şərif olmaqla hər birinizə göz aydınlığı veririk. Allah təbarək və Teala bizləri o həzrətin həqiqi şiələrindən qərar versin və o həzrətin əziz balası İmam Zaman ağanın zuhuru ilə hər birimizi sevindirsin. Allah bizləri Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Əziz və dəyərli tamaşaçılarımız, bugünkü verilişimizdə İmam Həsən Əskəri əleyhissalam barəsində danışarıq və o həzrət barəsində siz əzizlərə məlumat verərik. O həzrətin əxlaqi səciyyələri və həmçinin o həzrətin fəaliyyətləri barəsində danışarıq və bu gözəl mövzuda və bu gözəl şəxsiyyətin barəsində danışmaq üçün əziz və dəyərli qonağımız var. Bugünkü verilişimizin əziz və dəyərli qonağı hörmətli ustad, ilahiyyat elmlər doktoru Kərbəlayı Ramil Əzimovdur. Salam Kərbəlayı, buyurun. Siz də öz növbənizdə tamaşaçılarımızı təbrik edin. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə bu əziz gün münasibəti ilə, yəni İmam Həsən Əskəri əleyhissalamın bu gözəl təvəllüdü günü münasibəti ilə bütün Hadi TV tamaşaçılarını, eləcə də bütün Azərbaycan şiələrini və dünya şiələrini təbrik edirəm. Çox sağ olun. Biz də sizi bu gözəl gün münasibəti ilə təbrik edirik. Zəhmət çəkdiniz və hidayət çırağı verilişinə dəvət gətirdiniz. Allah təbarək və Teala sizdən razı olsun. Allah elminizə bərəkət versin. Əziz ustad, istərdik vaxt itirmədən verilişimizdə sizə ünvanlayacağımız suallara keçək. Bir neçə suallar var, istərdik o barədə soruşaq və bizə, əziz dəyərli tamaşaçılarımıza bu barədə məlumat verəsiniz. Birinci sualımız budur ki, adətən biz bir şəxsiyyəti tanımaq üçün əvvəla istərdik onu bir tərcümə halına baxaq. Kimdir, harda dünyaya gəlib, atası kimdir, anası kimdir və istərdik İmam Həsən Əskəri əleyhissalam barəsində bizə məlumat verəsiniz ki, o həzrət Həsən dünyaya gəlib, harda dünyaya gəlib və belə bir müqəddəs bir şəxsin atası kim olub, anası kim olub, zəhmət olmasa bu barədə bizə məlumat verəsiniz. Bütün imamlarda olduğu kimi bu şəxsiyyətin də biz haqqında neçə verilişlər əgər danışsaq yenə azdır. Çünki bunlar ilahi şəxsiyyətlər olublar və bunların həyatları haqqında neçə cildlər, kitablar yazılıb. Amma bizim verilişimizin vaxtı icazə verən qədər mən istəyərdim İmam Həsən Əskəri əleyhissalamın qısa tarixçəsi, harda dünyaya gəlib, neçənci ildə dünyaya gəlib, atası, anası və bu haqda olan bir sıra məlumatları qısa formada tamaşaçılara çatdıraq. Buyurun inşallah. İmam Həsən Əskəri əleyhissalam Mədinə şəhərində dünyaya gəlib və doğum tarixi də 232-ci Hicri qəməri ilində Rəbius Sani ayında baş vermişdi. Yəni İmam Həsən Əskəri əleyhissalam hal-hazırda yaşadığımız Rəbius Sani ayında baş verib və bizim böyük alimimiz Əllavi Məclisinin yazdığına görə o buyurur ki, məşhur budur ki, İmam Həsən Əskəri əleyhissalam Rəbius Sani ayının 8-də Mədinə şəhərində dünyaya gəlmişdi. Bəli. Və Həzrətin də ömrü digər imamların ömrünə nisbətdə çox az olmuşdu. Bəli.
və 232-ci ildə dünyaya gəlib və 260-cı ildə şəhadətə yetişir. Təqribən 27-28 il yaşında ömrü olub. Amma buna baxmayaraq bu böyük şəxsiyyət bu qısa ömründə çox böyük fəaliyyətlər, çox böyük işlər görüb. İnşallah verilişin davamında onlara toxunacaq. İnşallah. İmamın qısaca adı haqqında və künyələri haqqında istəyərdim məlumat verək. İmamın adı Həsəndir. İkinci imamımızın da adı Həsəndir və bu şəxsiyyətin də adı Həsəndir. Və ərəblərdə belə bir adət var idi ki, hər bir kişinin və hər bir şəxsin cəmiyyətdə adından sonra onun ləqəbləri və künyələri var idi. Bəli. Və biz Əhl-i Beytin həyatına da baxanda görürük ki, Əhl-i Beytin həyatında da Əhl-i Beytin çox gözəl formada, çox mənalı formada adları, adından sonra künyələri və ləqəbləri olmuşdur. Və düzdür ki, ərəblərdə bu adət idi, amma ərəblərdə adətən baxanda görürsən ki, imamlar kimi mənalı ləqəblər, mənalı künyələr və adlar olmayıb. Amma Əhl-i Beytin ləqəblərinə biz baxanda və künyələrinə baxanda görürük ki, Əhl-i Beytin ləqəblərinin hər biri böyük bir məna daşıyır və böyük bir mənanı kəsb eləyir. Bu cür işarə edə bilərikmi? Məsələn, ərəblərdə belə bir adət vardı, hər kəs hər hansı bir işlə məşğul olsaydı, onu o məşğul olduğu işlə adlandırardılar. Məsələn, yaxçı, nə bilim, yağ satan, nə bilim, filan şey satan, bəli, ətir satan. İmamlar da həmişə öz gözəl işləri ilə, məsələn, İmam Sadiq əleyhissalam deyirik, düzgün danışmağı ilə və imamlarımız da bu cür demək olar ki, məsələn, çünki o işdə daha çox insanlar arasında tanınıblar və insanlar daha çox onları o gözəl işlərdə görüb və bu ləqəbi də onlara veriblər. Yəni bu cür demək olar. İmamların həyatına biz baxanda, imamların həyatında imamlarda olan o bariz nümunələr ki, bariz xüsusiyyətlər ki, çox gözə çarpırdı. Onları biz görürük ki, onların ləqəbləri və künyələri kimi cəmiyyətdə məşhur olmuşdur. Doğrudur, bəli. Biz İmam Həsən Əskəri əleyhissalamın künyələrinə və ləqəblərinə baxanda da bunu açıq-aşkar görə bilərik ki, imamın bəzi görürsən ki, bariz xüsusiyyətlərini onun ləqəbləri və künyələri kimi adlandırılır. Həzrət bilirsiniz ki, bizim 11-ci imamımızdır və künyəni də adətən böyük övladın adı ilə, ərəblərdə belədir ki, künyə adətən böyük övladın adı ilə təyin olunurdu. Ona görə də Həzrətin künyəsi Əbu Muhamməddir. Çünki bilirik ki, 12-ci imamımız Həzrət Sahib-əz-Zaman Əccəlallahu Fərəcəhun Şərifin adı da Peyğəmbərin adı iləndir və bu cəhətdəndir ki, İmam Həsən Əskəri əleyhissalamın da künyəsinə baxanda görürük ki, Həzrətin künyəsi böyük oğlu İmam Zamanın adı ilə adlanıb və künyəsi də Əbu Muhamməddir. Ləqəblərinə baxanda görürük ki, Həzrətin çoxlu ləqəbləri olub və mən verilişin vaxtı imkan verən qədər onların ən məşhurlarını istəyirəm burada və daha çox cəmiyyət arasında tanınanları istəyirəm burada qeyd eləyək. Onlardan biri məsələn Hadi ləqəbidir ki, yəni hidayət eləyən mənasını verir. Bu bütün imamların xüsusiyyətlərindəndir ki, imamların hamısı İslam cəmiyyətini və insanları hidayət edirdilər və hər bir sahədə insanlar onlara müraciət etsəydilər, həzrətlər onları hidayət edirdilər. Və digər gözəl ləqəblərindən biri Siracdır. Sirac bilirik ki, çıraq mənasını verir ərəb dilində. Bu da çox gözəl ləqəblərindəndir ki, həzrətə məxsusdur. Çünki biz Əhl-i Beytin həyatını araşdıranda görürük ki, Əhl-i Beytin hər biri öz dövründə bir çıraq idi. Ki, verilişimizin də adı çox gözəl seçilib, hidayət çırağı. Doğrudan da Əhl-i Beytimizin hər biri hidayət çırağı idi. Öz dövründə cəmiyyət arasında çıraq idi, nur idi ki, cəmiyyət onun nurundan və çırağından istifadə edir. Bəhrələnib, bəli, Allah dərgahına yayılır. Digər ləqəblərindən Şəfdidir və digər ləqəblərindən Rəzidir, digər ləqəblərindən Muhtədidir. Və cəmiyyət arasında ən çox məşhur olan ləqəbi isə iki ləqəbidir ki, birinci ləqəbi Zəkidir. Zəki, yəni hər bir şeydən pak və münəzzəh insana deyərlər. Və ikinci məşhur ləqəbi isə Əskəri ləqəbidir ki, bizdə də və İranda və Azərbaycanda və bir çox İslam ölkələrində Həzrətə İmam Həsən Əskəri ləqəbi ilə və adı ilə məşhurlaşıbdır. Bunun da qısaca mən istəyərdim tarixçəsinə biz işarə eləyək ki, niyə görə bu Əskəri mənasını, əskəri adətən hərbi zonaya və hərbi yerdə olan şəxslərə deyirlər və
Həzrət ki, Həzrət bir müddət Mədinə şəhərindən Samirə şəhərinə sürgün olunur və orada dövlət tərəfindən və Bəni Abbas tərəfindən hərbi bir zonada orada həbs olunur və saxlandığına görə adətən imamın bu ləqəbi daha çox məşhurdur ki, Həzrət Əskəri ləqəbi ilə məşhurlaşıb. Və eləcə də Həzrətin digər adlarından və ləqəblərindən də, çünki biz Həzrətin həyatını araşdıranda görürük ki, Həzrətin böyük babası İmam Rıza əleyhissalamdır. Və bu cəhətdəndir ki, görürük ki, İmam Həsən Əskərinin atası və babasının adətən İmam Rıza əleyhissalama nisbət verirlər və İbnül Rıza, yəni İmam Rızanın övladı kimi də məşhurdur. Doğrudur, bəli. Həzrətin atası haqqında bu qədər çox danışmaq mən istəmirəm, çünki imamımızdır və bir çox verilişlərdə də və bir çox əsərlərdə də bu haqda danışılıb və qısaca demək istəyərəm ki, Həzrətin atası İmam Hadi əleyhissalam 11-ci imamımızdır və Həzrətin anası haqqında istəyərdim biraz danışaq, çünki adətən bu mövzuda çox az danışılır. Həzrətin anası çox fəzilətli və elmli və iman cəhətdən çox üstün bir xanım olub. Adı bəzi mənbələrdə Səlil adı ilə, bəzi mənbələrdə Cəddə adı ilə məşhurdur ki, bir çox adları var, ancaq çox mənbələrdə Səlil kimi tanınır. Və tarixi biz araşdıranda və hədislərimizə də müraciət edəndə görürük ki, o şəxsiyyətin çox təqvalı bir şəxsiyyət olduğu, pak bir şəxsiyyət olduğu, iffətli və hər bir çirkinlikdən pak olan bir şəxsiyyət və elm baxımından və bəsirət baxımından çox yüksək səviyyədə olan bir şəxsiyyət, eləcə də öz dövrünün xanımlarının ən üstünü və fəzilətlisi kimi hədislərdə və tariximizdə bu şəxsiyyət haqqında yazılır. Hətta tarixçilər belə də yazırlar ki, o öz dövründə ariflik baxımından və irfan baxımından çox yüksək idi və imamət məqamını və imaməti çox gözəl formada tanıyan bir şəxsiyyət idi. Yəni, imamətə mərifəti çox üstün idi. Və İmam Hadi əleyhissalamdan bu şəxsiyyət haqqında da hədislər var ki, onların mən birini istəyirəm burada qeyd edəyək. İmam Hadi əleyhissalam bu şəxsiyyət haqqında buyurur ki, Səlil ki, imamın hədisində də bu Səlil adı gəlib, buyurur ki, Səlil bütün çirkinliklərdən, afətlərdən və bütün cəmiyyətdə nə çirkinliklər və aludəliklər var, hamısından pak bir xanım idi. Yəni, bu xanımın, bu şəxsiyyətin məqamını bizə çatdırır ki, bu şəxsiyyət bu qədər uca məqamlı bir şəxsiyyət olub və bu şəxsiyyətin məqamı haqqında digər bir dəlilimiz də budur ki, İmam Həsən Əskəri özü sağ olduğu dövrdə və yaşadığı dövrdə bu şəxsiyyəti bir növ cəmiyyətə əgər belə demək düzgün olmaz ki, onu bir deyək, məsələn, nümayəndə kimi, ya vəli kimi, ya vəsi kimi bu cür demək düzgün deyil. Çünki vəli və vəsi adətən imamlara aiddir. Amma kiçik bir məqamda, yəni vəlidən və vəsidən kiçik bir məqamda bu şəxsiyyəti cəmiyyətə İmam Həsən Əskəri tanıtdırmışdı. Yəni deyirdi ki, o cəhətdən ki, yəni bu imamət məqamına o qədər alimdir ki, imamət məqamını o qədər tanıyır və imamət məqamını o qədər irfanı və mərifəti var ki, ona görə onu özünün kiçik bir nümayəndəsi kimi cəmiyyətə tanıtdırırdı və İmam Həsən Əskəri ki, şəhadətə çatdı, cəmiyyət və şiələr adətən İmam Həsən Əskərinin anasına müraciət edirdilər ki, onda hər bir problem ki, yaranırdı dini baxımından, ictimai baxımından bu şəxsiyyətə pənah gətirirdilər və onun elmindən və onun nəsihətlərindən istifadə edirdilər. Yəni, bu qədər bu şəxsiyyət, böyük bir şəxsiyyət olub. Bu haqda bir hədisi də mən istəyərdim qeyd edeyim. Buyurun. Bir hədisdə var ki, Əhməd ibn İbrahim adlı bir ravilərdən biri nəql edir ki, deyir ki, mən artıq İmam Həsən Əskərinin şəhadəti olmuşdu. İmam Həsən Əskəri dünyasını dəyişmişdi və Sahibəz-Zaman sallallahu aleyhi və alihi və əccəlallahu fərəcəhu şərif imamət məqamına çatmışdı. Mən İmam Cavad əleyhissalamın qızı olan Həkimə xanımın yanına getdim və Həkimə xanımdan bəzi suallar soruşdum və eləcə də onun dini haqqında və imanı haqqında suallar soruşdum. O imamların adlarını bir-bir saydı ki, mənim imamlarım bu şəxsiyyətlərdir
Və sonra dedi ki, hal-hazırda da mənim imamım Hüccət ibn Həsən Əcəlallahu fərəcəhu şərifdir. Sonra deyir ki, bu ravi deyir ki, mən başladım Həkimə xanımdan bəzi suallar soruşmağa və ona dedim ki, sən o imam ki deyirsən ki, mənim imamım Hüccət ibn Həsəndir, sən onu görmüsən ya görməmsən, onun xəbərini bir yerdən eşitmisən ya yox. Və Həkimə xanım da buyurdu ki, İmam Həsən Əskəri əleyhissalamdan mən bu şəxsiyyət haqqında, yəni 12-ci imam haqqında eşitmişəm və deyir ki, İmam Həsən Əskəri əleyhissalam onun anasını bizə vəsiyyət eləyib ki, yəni İmam Həsən Əskəri öz anasını bizə vəsiyyət eləyib ki, deyib ki, əgər nə problemimiz olsa, nə çətinliyiniz olsa, İmam Zaman ki qeybətdədir, mənim anama müraciət edin, bəzi sualları ehtiyaclarınız olsa o şəxsiyyətdən soruşun. Belə hətta tarixdə də vardır ki, xanımlar gəlirdilər, öz şübhələri, o suallar ki yaranırdı, soruşurdular xanımdan və o da cavab verirdi. Bəli, tamamilə düzdür. Bəli. Və bu ravi deyir ki, mən yenə Həkimə xanımdan soruşdum ki, sən ki deyirsən mənim imamım 12-ci imamdır, Hüccət ibn Həsəndir, o indi hal-hazırda hardadır? Həkimə xanım buyurdu ki, o gözlərdən qeybdədir, o qeyb aləmindədir. Və sonra dedi ki, bəs indiki bir məqamda ki, o qeybdədir, imamımız qeybdədir, biz kimə müraciət eləyək? Və Həkimə xanım İmam Həsən Əskəri əleyhissalamın anasını məsləhət görür. Deyir ki, mənim məsləhətim budur ki, biz gərək onun anasına müraciət eləyək. Yəni İmam Həsən Əskəri əleyhissalamın anasına müraciət eləyək. Ravi deyir ki, məndə yenə şübhə yarandı ki, necə ola bilər ki, imam gəlsin, adi bir insanı bizə vəsi kimi, nümayəndə kimi təyin eləsin, biz hər hansı bir problem və dini sualımız olanda ona müraciət eləyək. Dedim ki, bu necə ola bilər ki, imam gəldi, yəni 11-ci imamımız öz anasını ki, adi bir qadın idi, onu bizə vəsiyyət edir ki, hər bir problem olanda, çətinlik olanda ondan soruşun. Və Həkimə xanım da belə cavab verdi ki, İmam Həsən Əskəri əleyhissalam İmam Hüseyn əleyhissalama iqtida elədi və bunun izahını da belə verdi ki, deyir ki, İmam Hüseyn əleyhissalam Kərbəla hadisəsi ki baş verdi. Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalam bilirdi ki, oğlu İmam Zeynalabdin əleyhissalam üçün bir çox problemlər yaranacaq, çətinliklər yaranacaq. Ona görə də o öz bacısı olan Həzrəti Zeynəb Kubranı öz yerinə nümayəndə kimi təyin elədi ki, əgər şiələrin bir müddətdir ki, çətinlik dövrləri idi, əsirlik dövrlərində bir müddətdir onu öz yerinə vəsi kimi və nümayəndə kimi təyin edir. Yəni bu hədisdən biz belə başa düşürük ki, yəni İmam Həsən Əskəri əleyhissalamın anası da Həzrəti Zeynəb kimi yüksək məqamlı və dini baxımından bir şəxsiyyət olub ki, İmam Həsən Əskəri əleyhissalam özündən sonraki qeybət dövrü başlayırdı və şiələr heyranlıq dövrünü yaşayırdılar. İmamlarının kim olduğunda bəzilərində şübhələr yaranırdı və bilmirdilər ki, neynəsinlər. Çaşqınlıq dövrlərində deyirdi ki, mənim anama müraciət edin, dini problemlərinizi, çətinliklərinizi o şəxsiyyətdən soruşun. Bəli, çox gözəl, həqiqətən istifadə etdik. İnşallah tamaşaçılarımız da istifadə etdilər. Ustad, istərdik verilişimizin bu vaxtında qısa bir fasilə ayrılaq. Əziz və dəyərli tamaşaçılarımız, bizdən ayrılmayın. Qısa fasilədən sonra verilişimiz davam edəcək. Bəli, əziz və dəyərli tamaşaçılarımız, qısa fasilədən sonra verilişimiz davam edir. Bizə yeni qoşulan əziz və dəyərli tamaşaçılarımızı salamlayırıq. Bildiyiniz kimi bugün İmam Həsən Əskəri əleyhissalamın Mövlud günüdür və bugün münasibəti ilə hər birinizi bir daha təbrik edirik.
Və biz qısa fasilədən qabaq İmam Həsən Əskəri əleyhissalamın həyatından danışdıq və o həzrətin ata-anasından və onların fəzilətlərindən danışdıq və İmam Həsən Əskəri əleyhissalam kimi bir şəxsiyyətin ata-anası nə cür olmalıdırsa, biz öz bacardığımız qədər sizə çatdırdıq, amma onların fəziləti daha üstündür ki, biz onu o dərəcədə çatdıra bilməyə qadir deyilik. Bəli, istərdik əziz və dəyərli qonağımızla verilişimizin sonraki suallarına keçək. İstərdik sonraki suallarımızı bu cür ünvanlayaq ki, Ustad, İmam Həsən Əskəri əleyhissalam biz bilirik ki, bütün imamlarımız, nəinki İmam Həsən Əskəri əleyhissalam, əxlaq nümunələridir. Peyğəmbər və onun əhl-i-beyti insanlar arasında Allahın o insanlara göndərdiyi höccətlərdir və insanlar onlar vasitəsilə hidayət olurlar, Allahın dərgahına yetişirlər və bunlar əxlaq nümunəsi olduğu üçün insanların əlindən tutub Allaha çatdırırlar. İstərdik imamın əxlaqi səciyyələrindən danışaq və imamın çoxlu əxlaqi səciyyələri var, çoxlu əxlaqi nümunələri var. İstərdik zəhmət çəkib bir neçəsinin əziz tamaşaçılarımıza izah verəsiniz. Yenidən tamaşaçıları salamlayıram. Və İmam Həsən Əskəri əleyhissalamın çox gözəl qeyd etdiniz ki, çoxlu gözəl xüsusiyyətləri, əxlaqi xüsusiyyətləri olub. Biz yenə verilişin vaxtı icazə verən qədər bir neçəsinə istəyərdik işarə eləyək ki, tarixçilər qeyd edirlər ki, İmam Həsən Əskəri əleyhissalam öz dövründə çox həbslərdə və zindanlarda, Bəni Abbasın zindanlarında olub və bu zindanlarda da biz imamın həyatına baxanda görürük ki, imam bu zindanlarda da əxlaq nümunəsi idi və hətta indi mən bir neçə hədisi qeyd eləyəcəm ki, o hədislərdə hətta qeyd olunur ki, zindan rəhbərlərini və zindanda olan məmurları da imam hidayət edirdi öz əməli ilə və əxlaqı ilə. Şeyx Müfid və digər bizim böyük alimlərimiz öz əsərlərində qeyd edirlər ki, Abbasilərin dövründə, yəni Bəni Abbasın dövründə İmam Həsən Əskəri əleyhissalam həbsdə idi və bilirik ki, Əhl-i-Beytlə Bəni Abbas arasında düşmənçilik var idi və daim Əhl-i-Beyti incidirdilər. Baxmayaraq ki, əvvəl gələndə demişlər biz Əhl-i-Beytin, Peyğəmbərin razılığını qazanmağa gəlmişik, amma sonradan öz hədəflərinə yetişəndən sonra başladılar, yəni Əhl-i-Beyt əleyhissalama əziyyət etməyə. Və bu zindanların birində Bəni Abbas böyüklərindən biri zindanın böyüyünün yanına gəlir və zindanın böyüyünün adı Salih İbni Vəsifdir. Salih İbni Vəsifin yanına gəlir və Salihə deyir ki, sənə mən əmr edirəm ki, İmam Həsən Əskəri əleyhissalamı zindanda və həbsdə çox incitginə, onun qoyma ki, rahat yaşasın, daim onu incit və işgəncələr verginə ona. Və Salih də çox gözəl bu şəxsə cavab verir və deyir ki, mən bu şəxslə nə edeyim? Yəni, mən heyran qalmışam bu şəxsə, bu mənada demək istəyir ki, Salih deyir ki, mən bu şəxsə heyran qalmışam, bilmirəm bu şəxslə mən necə rəftar edeyim. Və sözünü belə açıqlayır ki, deyir ki, mən ən pis insanları və əxlaq baxımından, işgəncə vermək baxımından ən pis və ən qəddar insanları onun üzərinə mən təyin eləmişəm ki, onu incitsinlər və onu həbsdə qoymasınlar, bir an rahat olsun. Onların birinin adı Əli İbni Yarməşdir və ikincisinin adı İqdaməşdir. Bu iki şəxsi mən deyir ki, təyin eləmişəm ki, İmam Həsən Əskəri əleyhissalamı incitsinlər və deyir ki, bunlar da ən qəddar, yəni zindanın və həbsin ən qəddar insanlarıdırlar ki, onlar heç bir zindanda olan heç bir məhbusa rəhm eləmirlər, daim onları incitməkdə. Amma deyir ki, İmam Həsən Əskəri əleyhissalam bunları o qədər özünə cəlb edib ki, onlar artıq namaz və ibadət əhli olublar və ibadətdə böyük məqamlara çatıblar. Yəni, imamla ünsiyyətdə olduqlarına görə imam öz əxlaqı ilə, öz gözəlliyi ilə bu şəxsləri özünə o qədər cəlb edib ki, onlar artıq ibadət əhlidirlər, namaz əhlidirlər, oruc əhlidirlər və ibadətdə də böyük məqamlara çatıblar. Və bu söz xəlifəyə çox təəccüb gəlir ki, necə ola bilər ki, çünki onlar adətən imamların məqamlarını tanımadıqlarına görə imamlarla düşmənçilik aparırdılar və bəzən də hakimiyyətlərinə görə ki, hakimiyyət yürütməklərinə görə imamlarla düşmənçilik aparırdılar. Və burada
o çox təəccüb edir ki, necə ola bilər ki, bu şəxsləri imam özünə cəlb eləyib ki, bunlar da zindanın ən qəddar insanlarıdırlar və heç bir zindandakı şəxsə rəhm etmirlər. Ona görə də bu iki şəxsi çağırır hüzuruna ki, onları çağırın hüzuruma görüm, niyə görə, necə olub ki, imam bunları bu qədər özünə cəlb eləyib və hətta ibadətə başlayıblar və ibadətdə böyük məqamlara da çatıblar. Və bunlar gəlirlər xəlifənin hüzuruna və xəlifə başlayır bunları məzəmmət eləməyə və danlamağa və onlara deyir ki, siz necə olub ki, siz bu şəxslə, bu rəftarınızla ki, onunla pis rəftar eləmişsiniz, amma sizi özünə cəlb edib. Bu hadisənin səbəbini soruşur və onlar da deyirlər ki, biz onun haqqında nə deyə bilərik ki, o bütün günü ibadətlə, orucla, gecələri o sübhə qədər ibadətlə məşğuldur və heç kimlə danışmaz və daim danışdığı və dilinə gətirdiyi sözlər zikirlərdir və daim o ibadətlə məşğuldur. Sonra imamın o məqamından onlar işarə edirlər də deyirlər ki, imam bizə baxanda bizim bütün bədənimiz titrəməyə gəlir. Yəni imamın bu zahir, daxilində olan onun əxlaqi və onun nəfsində olan paklığın təsirindən və nüfuzundan bunlar demək istəyirlər ki, onun baxışları o qədər nüfuzludur ki, o qədər bizə təsir edir ki, o bizə baxanda bizim bədənimiz titrəməyə gəlir və biz özümüzü itiririk və özümüzü cilovlaya bilmirik. Sanki o bir baxışı ilə deyir ki, bizi özünə cəlb elədi və öz əxlaqı ilə və öz gözəl xüsusiyyətləri ilə bizə özünə cəlb elədi. Bu hədisi biz biraz da dərindən araşdıranda bundan belə biz başa düşə bilərik ki, imamın ömrünün çox hissəsi həbslərdə keçib, zindanlarda keçib və imama insanlarla ünsiyyətdə olmağı, şiələrlə ünsiyyətdə olmağı, müsəlmanlarla ünsiyyətdə olmaq üçün bir fürsət yaranmırdı. Və digər bir aldığımız nəticə də budur ki, imam daim əxlaqla, ibadətlə və Allaha razı niyazla məşğul olmuş bir şəxsdir ki, hətta düşmənlər də bunu etiraf edirlər ki, imam daim ibadətlə və razı niyazla məşğul idi. İkinci bir hədisi də mən burada qeyd eləmək istəyirəm. Bu da imamın yenə ibadətindən və imamın gözəl xüsusiyyətlərinə aiddir. O da Mötəmid Əbbasinin dövrünə təsadüf eləyən bir hadisədir ki, nəql olunur ki, Mötəmid Əbbasi İmam Həsən Əskəri əleyhissalamı həbs eləyir və onunla birlikdə də onun qardaşı Cəfəri də həbs eləyir. Və onları yenə qəddar bir zindan başçısına tapşırır ki, onun da adı Əli İbni Həzindir ki, Əli İbni Həzinə tapşırır ki, bunları sən zindanda saxla və onları çox incitkinə yenə onları incitməyi və əzab əziyyətdə və işgəncədə saxlamağı tapşırır və daim də maraqlanır ki, Əli İbni Həzini çağırır tez-tez hüzuruna və İmam Həsən Əskəri əleyhissalamla maraqlanır ki, o zindanda özünü necə aparır, hansı işlər görür. Bunlar haqqında daim soruşur və Əli İbni Həzin də hər dəfə ki, o xəlifə onu çağırırdı və ondan soruşurdu, deyirdi ki, o hər gün oruç tutur və bütün günü ibadətlə və namazla məşğuldur. Bir gün yenə xəlifə bu şəxsi hüzuruna çağırır və yenə soruşur ki, İmam Həsən Əskəri əleyhissalamın vəziyyətindən soruşur, halından soruşur. Yenə bu şəxs eyni cavabı verir ki, o hər gün ibadətlə, orucla, namazla, bu işlərlə məşğuldur və Mötəmid artıq bu neçə dəfələrlə ki, bu hadisəni eşidir və bu sözləri eşidir. Əli İbni Həzinə tapşırır ki, elə bu saat get İmam Həsən Əskəri əleyhissalamın yanına və ona mənim salamımı çatdır və ona deyən ki, mən səni azad edirəm, həbsdən azad edirəm. Və Əli İbni Həzin də deyir ki, mən getdim imamın yanına və imamın yanına çatmağa yaxın gördüm ki, imam artıq elə bir ki, qeybdən hiss edir ki, azad olacaq və ona görə artıq hazırdır, hazır bir vəziyyətdə dayanıb. Sonra mən öz xəlifənin mənə dediyimi ona çatdırdım ki, xəlifə dedi ki, sizi azad edeyim, öz evinizə gedə bilərsiniz. Bu sözü imam eşitdi, amma imam heç bir hərəkət etmədən yenə həminki vəziyyətdə dayandı. Elə bir ki, sanki getmək istəmirdi. Və mən ona dedim ki, niyə görə sən getmək istəmirsən?
O mənə dedi ki, mən Cəfərlə birlikdə gəlmişəm və gərək mən Cəfərlə birlikdə də evimə qayıdım. Və zindanın böyüyü soruşur ki, deyir ki, mənə ancaq əmr olunub ki, mən sizi zindandan azad eləyim. Cəfəri mən azad eləməyə icazəm yoxdur. İmam ona buyurur ki, get xəlifəyə çatdır ki, mən Əli Cəfər olmadan həbsdən evə getməyəcəm. Çünki mən onunla birlikdə gəlmişəm, eyni evdən biz xaric olmuşuq. Mən evə qaydanda onsuz qayıtsam evdə problemlər, çətinliklər olacaq. Ona görə də ona denən ki, mən yalnız Cəfərlə evə qayıdıram. Və zindanın böyüyü dedi ki, mən getdim yenə xəlifənin hüzuruna və xəlifə dedi ki, o bir çox xətakarlıqlar eləyib, bir çox onun səhvləri olub. Ona görə mən onu həbs eləmişəm və mən onu azad eləyə bilmərəm. Və mən dedim ki, imam çox təkid edir ki, gərək mən onunla birlikdə evə qayıdım və bunu deyəndən sonra deyir ki, xəlifə icazə verdi ki, həm Cəfər, həm İmam Həsən Əskəri əleyhissalam zindandan azad olsun. Bu qədərlə mən istəyirəm kifayətlənəm, çünki bu haqda biz çox danışa bilərik. İmamın çünki fəzilətləri, xüsusiyyətləri bir cildə, iki cildə sığan deyildir. Bəli, çox gözəl. Həqiqətən bütün imamlarımız əxlaq nümunələridir. Allah bizə kömək olsun, müvəffəq etsin bizi ki, biz də o həzrətlər kimi bu cür əxlaqlarla, yəni əxlaqi səciyyələrlə elə bilər ətrafımızı hidayət edək və onları Allaha çatdıraq. Allah köməyiniz olsun. Bugünkü verilişimiz sona çatdı. Çox sağ olasınız. Allah elimizə bərəkət versin inşallah. Bəli, əziz və dəyərli tamaşaçılarımız, bugünkü verilişimiz sona çatdı. Allah təbarək və təala bu günü sizlərə mübarək qərar versin. Allah bizi Əhl-i Beyt əleyhimussalamdan ayrı salmasın. Sizləri Allaha tapşırırıq. Gələn verilişlərdə görüşmək ümidi ilə. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.